Salam əziz şagirdlər. Bu gün sizinlə natural ədədlərin toplanması, çıxılması, vurulması və bölünməsinə aid Dövlət İmtahan Mərkəzinin test toplusunun təqdim etdiyi suallardan 6 nümunənin izahına baxacağıq. İlk sualımız 10 nömrəli sualdır. Sualda deyilir: 1 üzərinə gəl, 3 üzərinə gəl, 5 üzərinə gəl. Bu qayda ilə 19-a qədər olan ədədlərin cəmi A olarsa, 2221 üzərinə gəl, 2223 üzərinə gəl, 2225 üzərinə gəl, 2227 üzərinə gəl, nöqtələr və 2239 ifadəsini A ilə ifadə etmək soruşulur. Yəni, bu cəmi hesablamaq tələb olunur. Biz burada bizə verilən cəmə diqqət edəcəyik. Yəni, A ədədinin sol tərəfdə verilən cəmi 1-dən 19-a qədər tək ədədlərin cəmini verir. Bunu biz aşağıda verilən ifadədə almağa çalışacağıq. Bunu necə edirik? 2221 ədədinə diqqətlə baxsaq, görərik ki, həmin o ədədi 2220 üzərinə gəl 1. Daha sonra 2223-ü 2220 üzərinə gəl 3. Bu qayda ilə 2220 üzərinə gəl 5 və daha sonra nöqtələr 2220 üzərinə gəl 19 şəklində yaza bilərik. Bu bizdən soruşulan ifadədir. Soruşulan ifadədə görürük ki, 2220 toplananları yarandı və digər toplananlar isə 1, 3, 5 və bu qayda ilə 19-a qədər tək ədədlərin cəmini verir. Biz bilirik ki, 1-dən 19-a qədər tək ədədlərin cəmini sualda bizə A ilə işarə etməyə icazə vermişlər. Bu olur A və qalır geridə 2220-lər. 2220-lərdən görək neçə ədəddir? 1-dən 19-a qədər tək ədədlərin hər birinin yanında 2220 olduğuna görə 1-dən 19-a qədər 10 tək ədəd var. Deməli, 2220-ni vurmalıyıq 10-a. Deməli, A üzərinə gəl, 2220 vur 10, o da eləyir 22200. A üzərinə gəl 22200, bu isə eləyir C variantı. Keçək növbəti sualın izahına. Növbəti sual 13 nömrəli sualdır və sualda deyilir: 2 natural ədədin cəmi 465-dir. Onlardan birinin axırıncı rəqəmi 3-dür və əgər bu ədəd silinərsə, ikinci ədəd alınır. Bu ədədin fərqini tapın. Yəni, bu iki ədədin fərqlərini tapmaq üçün nə edəcəyik? Biz bilirik ki, 2 natural ədədin cəmi 465-dirsə, bu ədədlərin hər ikisi maksimum 3 rəqəmli ola bilər. Yəni, 4 rəqəmli ədəd artıq mümkün deyil. Və bundan sonra isə diqqətli olmalıyıq. Görürük ki, deyilir şərtdə ki, onlardan birinin axırıncı rəqəmi 3-dür. Və onu sildikdə, həmin rəqəmi sildikdə ikinci ədəd alınır. Bu isə o deməkdir ki, bu ədədlərdən biri 3 rəqəmli olmalıdır, lakin digəri 2 rəqəmli olacaq. Çünki biz 3 rəqəmli ədədin bir rəqəmini siləcəyik, digər 2 rəqəmli ədəd alınacaq. Deməli, biz həmin 3 rəqəmli ədədimizi A, B və 3 kimi işarə edə bilərik. Çünki son rəqəmi 3 olmalıdır və ilk 2 rəqəmini bilmirik. Və hansı ki, həmin o 3 rəqəmini sildikdə ikinci rəqəmimiz alınacaq, ikinci ədədimiz alınacaq və həmin ədədimiz isə olacaq AB ədədi. Və bizə həmin ədədlərin cəmini vermişdilər. Yəni, AB 3 ədədi ilə AB ədədinin cəmi bizə vermişdir 465. Buradan biz A-nı, B-ni rahat tapa bilərik. Yəni, 3 üzərinə gəl B. Əgər 5 veribsə, B-miz mütləq şəkildə 2 olacaq. B-ni yerinə 2-ni yazsaq, A-nın da qiymətinin 4 olduğunu tapmış olarıq. Deməli, bizim ədədlərimizdən biri 423, digəri isə 42 olmuşdur. Bizdə həmin ədədlərin fərqini soruşur. 423-dən 42 çıxsaq, eləyir cavab 381. Deməli, misalımızın düzgün cavabı eləyir A variantı. Keçirik növbəti suala. Növbəti sualımız 20 nömrəli sualdır. Sualda deyilir: A və B natural ədədlərdir. A vur B üzərinə gəl 4B bərabərdirsə 18-ə A-nın ala biləcəyi qiymətlərin sayını soruşur. Biz burada ortaq məxrəc çıxaraq, yəni B hər ikisi tərəfdə var, solda və B-ni çıxarsaq, mötərizə xaricinə
A üzərinə gəl 4 vurğunu alırıq və bu cavabın 18-ə bərabər olduğu verilib. Təbii ki, A və B natural ədədlərdirsə, B vur A üstə gəl 4-də də B naturaldır, A üstə gəl 4 naturaldır. Deməli, 18-i 2 vurulğun hasili şəklində göstərməliyik. Bunlar hansı hallar mümkündür? Təbii ki, biz B-ni və A üstə gəl 4-ü, B-yə 1, A üstə gəl 4-ə 18 deyə bilərik. Daha sonra B-yə 2, A üstə gəl 4-ə 19 deyərik və B-yə 3, A üstə gəl 4-ə isə 6 deyə bilərik. Bu hallar mümkündür. Daha sonra növbəti halların mümkün olub-olmadığını araşdıraq. Yəni, deyə bilərik ki, B-yə niyə 6 qiymətini vermirik? Çünki B 6 olarsa, təsəvvür edək ki, B 6-dır. A üzərinə gəl 4 eləməlidir 3. Amma burada A bərabər olurdu -1-ə. Bu isə natural ədəd olmur A. Deməli, biz bu halları götürə bilmərik və A-nın ala biləcəyi qiymətlərin sayını soruşur. Burada 1, 2 və 3 qiymət mümkündür. Düzgün cavabımız olur 3. Keçirik növbəti suala. Növbəti sual topludan 21 nömrəli sualdır. Deyir ki, mağazada kiçik, orta və böyük ölçülü akvariumlar var. Kiçik, orta və böyük ölçülü akvariumlar verilib. Deyək ki, kiçik ölçülülərə deyək X, orta ölçülərə Y və böyük ölçülərinə Z deyək. Onların sayları olsun. Deyir ki, hər bir kiçik akvarium 2, deməli bunların üstündə yazırıq 2, orta ölçülü akvariumlar 4, böyük ölçülü akvariumlar isə 6 balıq tutur. Və deyir ki, bütün balıqların ümumi sayı cəm olaraq bizdə 60-a bərabərdir. Mağazada ən çox neçə akvarium ola bilər? Mağazada akvariumların sayının çox olmasını istəyir. Biz bilməliyik ki, mağazadakı akvariumların sayını tapmaq üçün ümumi balıqların sayına əsasən bir tənlik qurmalıyıq. Yəni necə? Hər kiçik akvariumda 2 balıq olduğuna görə oradakı balıqların ümumi sayı olur 2x. Bu qayda ilə orta ölçülü akvariumlardakı balıqların sayı olur 4y və üzərinə gəl böyük ölçülü akvariumlardakı balıqların sayı 6z. Və bunların hamısını toplasaq bizə 60 verməlidir. Və bizdə deyir ki, hər bir akvariumlardan var və akvariumların sayı çox olsun. Sayları çox olması üçün ən az sayda balıq tutan akvariumların sayları daha çox olmalıdır. Yəni, digərlərinin sayı daha az, ən az sayda olmalıdır. Və biz bilirik ki, varsa və ən az saydadırsa, biz bunlara 1 deyə bilərik və həm x-i saxlayırıq, y-ə və z-ə hər ikisinə bir akvarium veririk. Diqqət etsək, bizdə şərtdə onların saylarının fərqli olduğu haqqında heç bir məlumat verilməyib. Və bundan sonra tənlik həll edirik. Yəni 2x üzərinə gəl 4 üzərinə gəl 6 bərabərdir 60, 2x bərabərdir 50 və x bərabərdir 25 alırıq. Deməli, bizdə kiçik ölçülü akvariumlardan 25, orta və böyük ölçülü akvariumlardan isə hər birindən bir ədəd oldu. Ümumi akvariumların cəmini soruşur bizdən. Bu isə eləyir 27 akvarium. Deməli, mağazada ən çox 27 akvarium ola bilər. Keçirik 28-ci tapşırıq həllinə. 28 nömrəli tapşırıqda deyir ki, ABC natural ədədlərdir. A bərabərdir, B böl 5, o isə bərabərdir 3C olarsa, ABC hasilinin ən kiçik qiymətini istəyir. Bu tənliyimizdə B böl 5 ifadəsi var. Gəlin məxrəcdən azad olmaq üçün tənliyin hər bir tərəfini, yəni hər üç tərəfini 5-ə vuraq. Və nəticədə alacağıq 5A bərabərdir B, o da bərabərdir 15C. Biz burada 3 ədəd bir hədli aldıq və bir-birinə bərabərdirlər. Onların bir-birinə bərabər olduğunu nəzərə alıb, biz bu bərabərliyə əmsalların əkobluğuna uyğun bir bərabərlik, başqa bir hərf verək. Yəni, deyək ki, bu bərabərliyin qiyməti əmsallarımız 5, 1 və 15 olduğuna görə 15, yəni 5, 1 və 15-in əkobu 15-dir. 15K-da deyə bilərik. 15K nəyə görə verdik? Yəni, K bizdə burada mütənasiblik əmsalı kimidir. Ən kiçik işarələmə gediriksə, biz burada K-nı 1 kimi götürə biləcəyik. Əgər bu tənliyin bərabərliyin
hər 3 həddi 15-ə bərabər olarsa, ən kiçik qiyməti tapmış olarıq. Yəni 5A-mız 15 olması üçün A-mız 3 qiymətini almalıdır. Daha sonra B-miz elə 15-ə bərabər olmalıdır və 15C-miz əgər 15-ə bərabərdirsə, C-miz 1-ə bərabər olmalıdır. Biz hər üçünün ən kiçik qiymətini tapdıqdan sonra ABC hasilinin ən kiçik qiymətini hesablaya bilərik. 15 vur 1 vurulsun 3. O isə eləyir 45. Düzgün cavabımız eləyir 45. Və bu alt bölməyə aid sonuncu 34-cü sualımıza baxırıq. Deyir ki, 5x çıx 4 və 3y üzərinə gəl 2 qarşılıqlı sadə ədədlərdir və onlardan birini 58-ə vurublar. Yəni 58 vurulsun 5x çıx 4 bərabərdir. Digərini isə vurublar 22-yə. 22 vurulsun 3y üzərinə gəl 2 olarsa, XY hasilini tapmaq tələb olunur. Təbii ki, X və Y-in hər ikisinin natural ədəd olduğu halda. Burada biz qarşılıqlı sadə ədədlər olma qaydasını nəzər salıb, bərabərliyin hər iki tərəfində sadələşdirmə apara bilərik. Yəni necə? Əgər sol tərəfdə ifadə 58-ə, sağ tərəfdə isə 22-yə vurulubsa, biz bərabərliyin hər iki tərəfini 2-yə bölə bilərik. Və bunun nəticəsində alacağıq 29 vurulsun 5x çıx 4 bərabərdir 11 vurulsun 3y üzərinə gəl 2. Təbii ki, biz bunu 2-yə ona görə böldük ki, 58 və 22-nin əbəbu 2 idi. Daha böyük bir ədədə bölə bilsəydik, ona da bölərdik. Və nəticədə bizdə 5x çıx 4 və 3y üzərinə gəl 2 ədədləri qarşılıqlı sadədir və onların da hər biri 29-a, biri isə 11-ə vurulmaqla yenə bərabərlik alınıb. Bu isə yalnız o halda mümkündür ki, 29 3y üzərinə gəl 2-yə, 11 isə 5x çıx 4-ə bərabər olsun. Qarşılıqlı sadə ədədlər olduqlarına görə. Yəni 5x çıx 4 bərabərdir 11-ə. Buradan 5x-in 15 olduğunu, x-in isə 3 olduğunu alırıq. Daha sonra 3y üzərinə gəl 2 bərabərdir. İsə 29-a 3y-imiz bərabər olur 27-yə və nəticədə y-imiz bərabər olur 9-a. Biz x-in 3, y-in isə 9 olduğunu aldıq. XY hasili soruşulur. 3 vur 9. Bu isə bizə verir 27-ni. Deməli, misalımızın cavabı eləyir 27. Bu videoda bu qədər. Növbəti videolarda görüşənədək.